Hörmətli müəllimlər, bugündən kurikulumdan hansı hissədə çətinlik çəkirsinizsə, məhz onları qısa şəkildə, sadə formada sizlərə izah edəcəm. Mütləq şəkildə hansı hissədə çətinlik çəkirsinizsə, nəyin izahının olmasını istəyirsinizsə, rəy bölməsində qeyd edin. Ən çox rast gəldiyim müəllimlərin metakognitiv bacarıqda səhv etməsi. Yəni bilik olaraq konseptual və metakognitiv biliyi ayırt edə bilmirlər. Öz sözünə görə hər zaman metakognitiv götürürlər. Hörmətli müəllimlər, metakognitiv nə zaman öz sözü olacaq? Əgər mən özümlə bağlı məqsəd müəyyənləşdirirəmsə, refleks edirəmsə, qiymətləndirmə həyata keçirirəmsə, mən özümlə bağlı strategiya və yeni həll yolları nə isə özüm edirəmsə, yeni bir şey edirəmsə, özümə uyğun nə isə edirəmsə, bu metakognitivdir. Amma mən nə isə izah edirəmsə, əsaslandırıramsa, şəxsi fikrimi söyləyirəmsə, bu konseptual bilikdir.